Xaliq, sən mənə qulaq as, Xaliq. Sən əsəbləşmə. Bax, burada heç kəs sənin üstünə də getmir. Heç kəs səni təhqir eləmir. Burada danışılanların bütün sözlər sənin normal ailə qurmağına bir xidmət edən sözlərdir. Amma problem başqa şeydədir. Xaliqin ümumiyyətlə ailə, valideyn, cəmiyyət anlayışı biraz problemlidir. Qurmasın da, qardaş, başına dönüm. Ailə anlayışı yoxdur, qurmasın da. Dərk etməsində problem var. Niyə ailə qurur? Ona görə bütün insanları qınıyır. İndi elə bilir ki, doğru addım atıbdır. Zaman elə bilir doğru. Mən özüm Allaha şükür sənətkaram, mən ev ustasıyam. Bu aboydur, şipakulov, alçıpandır, figur, hər şey bilirəm də. Yəni ki, ustasıyam. Bir dənə söz deyim Burası mən. sadəcə işsizlik. Qoy mən bir dənə Xalid, sən bir dənə söz deyim. Xaxın qızı niyə vurursan sığınacaqda? Nə üstündə Nə vaxt vurursan? vurmuşam? Hə? Nailəni belə deyirsən də. Nə O vaxt xaxın qızı niyə vurursan sən? Ləman, sənə qarşı şiddət göstərib? Hər bir halda Ləman xanımı seçimlə İncidib hörmətlə səni. yanaşmaq lazım. Sən nə qədər ananla asılsansa, sənin sən- ailə problemi ömrü boyu olacaq. Bir saniyə. Mənə elə gəlir ki, keçən dəfə də mən müşahidə elədim. O adekvat deyil. Kim? Xaliq. Yəni onun sinir sistemi, psixoloji vəziyyəti normal davranış tərzinə uyğun deyil. Təsəvvür edirsinizmi? Müəyyən reaktiv hərəkətləri var, yumruğa vurmaq və hətta deyir ki, inciməyəcəm, döymüşəm, amma yazıq qız səsini çıxarda bilmir. Və sübut göstərir ki, haranı göyərtmişəm. Axı döymək, göyərtmək deyil. Sadəcə olaraq bir əl toxunmaq da bu döyməkdir. Yəni bu adamın məsələyə yanaşma tərzi qüsurludur. Problemli yox, qüsurludur. Yəni ona görə də bunun sinir sistemi yəni normal ailə qurulacaq tərzdə deyil. Biz qızları itham edirik. O birisi qız qışqırdı, bu qızı ağladı. Amma bu adam qarşımızda əyləşib, bu işim var, sənətim var, iş tapa bilmirəm. Yəqin elə ona görə də bunu iş vermirlər. Böyük ehtimal ki, bu işlədiyi yerdə də iş sahibi ilə də dalaşır və yaxud yox, sən mənlə mübahisə eləmə, səndə sinir sistemində ciddi problemlər var. Əslində o bu studiyada evlilik proqramında belə elə həmin emosionallığı elədi. Mikrofonu tulladı, çıxdı, getdi ki, mən gedirəm bu adamdan evlənəcəm. Xarakteri pis deyil, yaxşı oğlandır, amma sinir sistemi adekvat deyil. Yəni ondan biz gözləmədiyimiz anda, gözləmədiyimiz hərəkət görə bilərik. Həkimə göstərmişəm desə və hərdən görürəm ki, canınıza sağlıq, nəfəs alında spazma verir. Buradan gəlir. Bəli, Zahir müəllim, nevroloji, bəli. Sən keçən dəfə də bu söz dedin. Görürəm ki, hərdən tutulub bu çaşıram. Niyə bu Zəhmət şiddət keçdi. göstərirdin? Niyə şiddət göstərdin? Vurmamışam Zahir müəllim, nə şiddət göstərmişəm ki. Hüssənmişəm prosta, başqa heç nə vura bilmirəm. Ləmanın anası.